Eyvallah, herkesi hoş gördük. Ben bugün bu tədbiri alqışlayıram, bu kitabı alqışlayıram. Elm və Təhsil Mərkəzinin elan etdiyi layihədə qalib olmaq bu özü böyük bir uğurdur. Və bu Qərbi tariximizin işığında Qərbi Azərbaycan izi ilə bu özü də diqqəti cəlb edir və mən o kitabda baxdım. Göyçədən, Dərələyəzdən, Yerevandan, mən özüm dönə-dönə olmuşam Qərbi Azərbaycanda. Biz Gürcüstanda yaşayırdıq. Yerevandan gedirdik biz qızıl almağa, dincəlməyə, mənim xalam özü yaşayırdı orada. Qala kəndi. Yəqin ki, bu Qərbi Azərbaycanlılara tanışdılar və orada Haşxalıq ocağı var idi. Biz oranı ziyarətə gedirdik. Və Qərbi Azərbaycan həqiqətən mədəniyyətimizin, folklorumuzun beşiyidir. Oradan Dədə Ələsgər kimi, Aşıq Alı kimi, Ağ Aşıq kimi gözəl aşıqlarımız çıxıb, hansı ki, Haqq Aşıq. Çox gözəl qeyd elədi. Bəli, Quran hafizi olmaq bu hər adama nəsib olmur. Bu Allahdan gələn bir möcüzədir ki, Allah Teala onun beyninə, necə Peyğəmbərimiz Əleyhissalam, o da oxumaq, yazmaq bilmirdi. Bir çoban idi. Cəbrail Əleyhissalam vasitəsilə ona vəhy gəldi və Quran ayə, surə ona həkk olundu. Elə də Dədə Ələsgərə Quran hafiz oldu və ona həqiqətən haqq aşığı deyirlər. Ona görə ki, onun hər kəlməsində baxırsan, onun şeirlərinə də baxırsan ki, Qurandan ayələr var. Və deyir, çərşənbə günündə Çeşmə başında gözüm bir alagöz xanıma düşdü. Atdı müjgan oxu dəydi sinəmə, cadı qəmzələri, canım qanıma düşdü. Bəli, var olun, uğurlar arzulayıram, qalibləri təbrik edirəm. Uğurlar. Çox sağ olun Cəvahir xanım. Pərvənə xanım, sizi də eşitmək istərdik.